Deməli, Hayday izləyicilərimiz, Haydayda gələcək zamanda gələn beta aşaması var. Bu nədir? Bu gəmilərdə tekne rotası seçirsən və yenilənmədə 17 saat, 59 dəqiqə, 18 saat öz yerində qalır. Sadəcə olaraq gəmini seçirsən. Yəni gəmi sahillərdir bu. Gələcək oyunlarda gələcək. Mən amma yenə də çəkib sizə məlumat verirəm ki, gələndə məlumatınız olsun və istifadə edəndə rahat olasınız. Bunu özünüz seçirsiniz. Hara eski dəniz fənərimi, karlı yaylamı, yoxsa Martı sahillərimi, yəni bunu necə istəyirsiniz özünüz seçirsiniz. Və gələcək istənilənlər də burada görsənir ki, gələndə nə istəniləcək də sifariş edilən ürünlər də göstərilir ki, misal üçün burada balıq əti, salata falan Martı sahillərində və yaxud da karlı yaylada nə istənilir? Eski dəniz və mən Martı sahillərini və yaxud da ki, eski dəniz fənərini deyərdim. Amma karlı karlı yaylanı seçək. İlk öncə göstərərək burada nələr var. Misal üçün seçdim, gəldi gəmi və olanları gəmini dolduraq görərək. Yardım istəyərik, köməklik göstərələr. Bunu yola salandan sonra biləcəksiniz ki, bu tekne yolculuğu olacaq. Tekne yolculuğunda teknelər getdikcə, sifarişlər tamamladıqca, baxın bu hədiyyələr də qazanırsınız. Yəni belə deyim, hədiyyələr zinciri var. Yolculuq 2 gündən bir sıfırlanır. Yəni bu belə, bunu göstərdim sizə. Daha nə var? İndi mən bunu tekne dolsun sizə davamı ilə göstərəcəm. Bunlar da sizə gəmimizə kömək olunub göndərək və görürsünüz hədiyyələrimizi qazandıq. Gəmi getdi. Yenidən biz boş olanı seçirik. Yəni ki, sonraki sifarişlər göstərir bizə. İstənilənləri göstərir. Yəni səndə hansı varsa, hansına uyğundursa, bunlardan seçirsən və göndərirsən. 5 dəqiqənin içində tekne geri gələcək və seçirsən, göndərirsən. Misal üçün hansı istəyirsənsə onu seçirsən, göndərsən. Mesela mən bunu seçirəm. Yəni ki, baxırsan da ki, hansılar var və yaxud da yoxdur. Tekne gələndə seçmək olur. Tekne şimdi gəlmək ola bilmir. İndi bu saat gəlmək istəyiriksə 5 almaz, amma 4 dəqiqəyə gələcək. 4 dəqiqədən sonra seçimimizi edirik. İlk öncə etkinlik panosuna baxaq. Yeni çiçək derbisi gəlmişdi, onu deyim. Tasarım festivali keçən səfər demişdim. Davam edirdi. Oylama aşamasına keçmişik. 3 qat farmpas gəlib. Kamyon teslimatları zamanı 2x pul verəcək və daha hızlı üretim. Deməli, mandırada, sonra kek fırınında, daha çox dikiş makinesində gəlibdir. Sonra barmaq vadisi gəlibdir istifadə edənlər üçün və əlavə olaraq da yeni sahil açılışı gəlib. Bunları yerinə yetirərək genişləndirmə sandığı, sonra hızlı üretim hizmeti çekləri ala bilərik. Meyvə suyu topladıqca bunlar artır. 2 də meyvə suyu toplayırsan, sonra dondurma topladıqca bunları yerinə yetiririk. Misal üçün mən meyvə suyu makinəmdə meyvə suyu hazırlamışam. Baxın, gəldi və bunu alırıq. Burada da sizə göstərim. Nə azdısa onu alıram. Burada baxın, dondurma topla. Bunu keçiririk. Deməli, dondurmadan da görürsünüz, dondurma topladığımıza görə bu hədiyyə çekində qazanırıq.
Daha sonra bunu 2 açıldı. Görürsüz kasaba ziyarətçilərinə hizmət verin 5 ədəd. Bunları yerinə yetirdikcə qazanmış oluruq. Deməli, indi kasabaya keçib hizmət verərik. Görək bizə burada nə göndəriblər. Deməli, Haziran doğum gününə görə bizə altın göndəriblər. Sonra keçək indi oylamaya. Oylama eləyək. Oylamadan sonra keçək oylama bitsin. Daha sonra keçib başqa görevlər yerinə yetirək. Bitirək. Az qaldı. Son bir oylama. Mənim tasarımımı da 58 nəfər bəyənir. Ve burada görürsünüz ki alınacaqlar var. Mən bunları alım. Gördünüz altın bunları da almışam. Ve hələ oylama davam edir. 80 hədəf 80'dir. Ve buradan biz ala bilərik. Buradan istədiklərimizi, ehtiyac olanları ala bilərik. Mən bunu alım. Mənə görə çox vacibdir. Onu almaq lazımdır. Bu qədər. Qaydaq bura. Və görək bizə yenidən hədiyyə götürülüb. Buradakı doğum günü etkinliği sona erdiği üçün gəlibdir. Çox sağ olsunlar. Yardım isteyenler mahalleden Minikov saygısı verilmiş. Daha sonra birbirini oynamak lazımdı. Niye azdı? Bunlar sineğin normu. Gelmeli diyesen. Kısa beğenli bir
və çörəklərimizi qurtardıq. Burada da kasabada da baxın və bu hədiyyəni də aldıq. Daha sonra yenə də meyvə suyu toplamalıyıq. İndi 10 ədəd. Deməli indi başlayaq. Burada biri də var. 3 ədəd və yenidən hazırlamağa qoyuruq. Meyvə bizdə üzüm suyu azdı, ona görə onu hazırlamağa qoydum. Bu ancaq meyvə suyu dondurma ilə belə davam edəcək. Və keçək dondurmada hazırlamağa qoyaq ki, yenidən hədiyyələr gəlib, çiçəklər gəlib. Görək nə olacaq. Bu çiçəkləri yəqin ki, toplamaq üçün bizə yeni oyunlar gələcək. Burada yeni 25 çiçək verir. Bu çiçəklərimiz yoxdur ki. Yox. İndi yəqin ki, bu kataloqa görə bizə hədiyyələr olub. Yeni bir şey veriləcək. Deməli, ücretsiz bunu verir Kumlu Sahiller və daha sonra ücretsiz bunu da verir. Bunların hamısını pulla alacağıq. İstəyən ödəniş edib bu hədiyyələri də ala bilər. Bu qədər. Yəqin ki, yeni etkinliklər gələcək. Onlar zamanı da biz katalogdan istifadə edə bilərik. Bugünlük bu qədər. Gələn